Dostlar, Çində təhsillə bağlı videolarımız davam edir. Bakı Təhsil Məlumat Mərkəzinin xarici təhsil üzrə aparıcı mütəxəssisi Mehin Məmmədli qonağımızdır. Çində təqaüdlü təhsil Mehin xanım realdırmı? Varmı belə bir təhsil şansı? Zəhmət olmasa bu barədə danışardınız. Əlbəttə, Çində təqaüdlü təhsil tam realdır və düşünürəm ki, Çin tələbələr üçün, beynəlxalq tələbələr üçün ən çox təqaüd ayıran ölkələrdən biridir. Mən özüm də Çində təqaüdlü təhsil almışam. Bizim Elm və Təhsil Nazirliyinin elan etdiyi hökumətlərarası təqaüd proqramı ilə getmişdim mən. Əsas təqaüdlərdən düşünürəm ki, ən vacibi CSC təqaüdüdür. Chinese Government Scholarship. Bunun iki növü var, Type A və Type B. Type A-də biz bizim Təhsil Nazirliyi ilə müraciət edirik, Type B-də isə universitetin özü vasitəsilə müraciət edirik. Digər təqaüd imkanlarından universitetlərin özlərinin daxili təqaüdləri var, hansına ki biz birinci universitetdən qəbul almalıyıq və sonradan universitetin özü ilə danışmalıyıq bu təqaüdlə bağlı. Bu təqaüdlər həm tam ola bilir, 100% təqaüd ola bilir, ya da ki, qismən təhsil haqqından azad edə bilir tələbələri və əlavə olaraq da onların özlərinin həm province olaraq, şəhər olaraq təqaüdləri var, həm də provinsiyaların təqaüdləri var. Onlara da universitetdən qəbul aldıqdan sonra müraciət eləmək olur. Universitetin yerləşdiyi şəhərdən və provinsiyadan asılı olaraq. Əgər siz də Çindəki təqaüdlərlə bağlı ətraflı məlumat almaq istəyirsinizsə, bizim konsultasiyalarımıza yazıla bilərsiniz.